Aha, bax biz viruslardan danışdıq, qurtardıq. İndi antivirusların özündən yox, antivirusların tiplərindən danışacağıq. Atacam, bəli, mütləq atacam. Elə sizə görə yazırlar bunu, yoxsa neyini? Antivirusların tipləri hansılardır? Bu proqramlardan biri, bu proqramlardan biri filtr proqramlarıdır. Deməli, filtr proqramları nə üçün nəzərdə tutulub? Deməli, filtr proqramlarının tərifini oxuyanda biz burada görürük ki, yazıb ki, təhlükəli əməliyyatlara nəzarət edir. Gəlin bunu necə yadda saxlayır? Birincisi, bu filtri, nə bilim, filtrizasiya, ələkdən keçirmək kimi də başa düşmək olar. İkincisi də mən bunu sizə izah eləmək üçün çox uzağa getmərəm. Elə evdəki bu suya qoyduğumuz filtr var ha. İnanın ki, eyni işi görür. Niyə? Çünki biz yatanda, duranda, evdə olanda, başımız qarışıq olanda daimi o filtr orada neynir? Nəzarət edir. Nəyə nəzarət edir? Suya təhlükəli maddələrin daxil olması. Yəni filtrin həqiqətən əsl işi fərqi yoxdur. Bu antivirusdur, bu evə qoyduğunuz su filtridir. Birinci növbəli işi bunun bir növ nəzarət etməkdir. Niyə də ki bizim evdəki filtr suyu təmizləyir, suyu qoruyur. Həmin kompüterdəki də filtr antivirusları bir növ gələn məlumatları filtrizasiya edir, yoxlayır. Yəni nəzarət edir ki, görək içində antivirus varsa onu tutaq, qoymayaq kompüterə daxil olsun. Bu qədər sadə. İkinci gəlir detektor. İstəyirsiniz bunu dedektivə bənzədin. İstəyirsiniz bunu elə detektor qurğusu var, ona bənzədin. Nədə açar sözü? Axtarın. Все, bu da belə. Həkim. Həkim normal həyatda da belədir. Baxın, çağırırsan ki, ay həkim mənim başım ağrır. Hə, həkim gəlir, dərdimizi, sərimizi tapır, dərmanla, nə bilim, müalicədən yazır, həmin problemi aradan qaldırır, gedir. Eyni həkim antivirusda da belədir. Birinci, o problemi tapacaq, sonra problemi zərərsizləşdirəcək. Normal həyatdakı həkim kimidir. Növbəti antivirus müfəttişdir. Müfəttişin də bayağı bir böyük bir 3 sətrdən ibarət tərifi var. Atar sözləri bilməsəz, gəl oturdular əzbərləyəsiniz. Bu da zülümdür. Müfəttişin tərifini oxuya gəlirəm. Axırda bir şey görmə sataşır. Burada bir dənə şey var, o da müqayisə etmək. Və müfəttiş sözünə də oxşayır. Müfəttiş müqayisə edir. Yəni, bunu biləndən sonra bu böyle şeyə ehtiyac yoxdur. Nəhayət sonuncu, vaksin. Bu dərs çox əzbərdir, yəni nəsə edə bilmirik. Amma məcbur oxuyalım. Vaksinlər e, vaksinləşdirmə yolu ilə virusların qarşısını alır. Vaksin və ya immunizator eyni şeydir. Ola bilər ki, test tapşırığında heç vaksin verməsin, birbaşa immunizator versin. Yenə də bu həyatda olduğumuz kimi bir şeydir. Bilmirəm, yadınızda gəlir yox. Mən demişdim ki, bu informatikadan keçən zaman bu günə qədər əlinizdə olan bilikləriniz mənə bəsdir. Yəni, hər hansı bir yeni bilik sizdən tələb eləməyəcək. Düzdür, yeni fən olsa da, müasir dövrün fənni olsa da, amma bugünə qədər bildiklərimiz kifayətdir ki, biz bu işin içindən çıxaq. Ümumiyyətlə, vaksin deyilən bu anlayışın məqsədi immunitet yaratmaq üçün idi. Məsələn, bu pandemiya vaxtı bizə vaksin vururlar, koronadan qorumaq üçün. Nə üçündür? Həmin virusun bir növ özünə yaxın bir şeydir o. Yəni, ona qarşı immunitet yaratmalıdır. Bir şəxsin, misal üçün, toza qarşı allergiyası. Bir nömrəli müalicəsi həmin şəxsə o tozun, o maddədən vurmaqdır. Niyə? Səndə ona qarşı belə deyək, bir növ belə deyək də, reaksiya verməyin pisdir deyə, zəifdir deyə. O maddə səndə olanda artıq sanki o maddəni bədən tanıyır artıq. Ona verdiyi reaksiya daha güclü olur. Eyni şeydir, vaksinləşdirmə ilə immun sistemini gücləndirməkdir. Bax, bu antivirus tipləridir. Antivirusun özləri deyilən tipləridir. Məsələn, deyirsən ki, 5 tip adam var. Hansıdır? Filan, 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 filan. Bəs o adamlar hanı? O adamlar özü bunlardır. Bunlar da bizi qorxutmur. Yenə də məsələyə uzaqdan baxmırıq, yaxından baxırıq. Birincisi, burada, məsəl üçün deyirəm, adlarında çoxunda antivirus sözü var. Bu bizim köməyimizə çatacaq. Çatmasa da, bəzilərini məcbur ki, əzbərləyirik. Yadıma gəlir tələbələrindən biri, bax, burada çox vaxt bu Norton antivirus hissəsini vermiş, antivirusu vermiş.
Uşaqlardan biri bunu semantik, bu dərman dərmana bənzətmişdi. Bilmirəm, dərman hansıydı açığı. Stramon zad olmaz, o oxşamır. Amma bir dərmana bənzətmişdi bunu. Bu da nəyisə sağaltmaq üçün. Sonra antivirus, Kasperskini məşhur antivirusu, bəlkə eşidəsiz, bunu tək verir. Sonra həkim var burada, görürsünüz, sağaltmaq üçün, mühafizə eləmək üçün. Sonra A hərfindən başlayır. Burada afeydi, burada da avira, burada avasdır. Sonra biz uşaqlarla zarafatda deyirik ki, əyani dərsdə bu panda bir heyvandır, düzdür. Amma şirin heyvandır. Bu panda virus olmaz. Bu olsa antivirus olar. Yəni bunun heç bir ziyanı yoxdur. Axı virusun ziyanı var, bunun yoxdur. Sonra burada qaldı təhlükəsizlik sözü var. Görürsünüz, təhlükəsizlik sözü var. Bir dənə də sonda trend mikro. Nə bu da mikrobdan zatdan yadda saxlayın. Amma mikrob deyil də bu yaxşı şeydir. Son olaraq bir dənə işimiz qaldı. O da utilitlər. Onu da deyirik, dərsin yarısını bitirəcəyik. Çünki buradan o tərəfə keçə bilməm. Çünki çox olacaq. Utilit nədir? Utilit disklərə və fayllara xidmət göstərir. Bax, görürsünüz, disk və fayl sisteminə xidmət göstərir. Bu disk və fayl birbaşa kompüterin özünün quruluşunu, yəni öz elementi olduğuna görə utilitlər nə proqramıdır? Sizcə utilitlər sistem proqramı, yoxsa tətbiqi? Sistem. Tətbiqi. Tətbiqi. Yaxşı fikirləşin. Sistem. Sistemdir. Ümumiyyətlə biz bayaqdan hansı Sistem. proqramlardan danışırıq? Tətbiqi. Sistem Yox, proqramı. tətbiqi. Sistem. Dedim axı biz bu tətbiqi proqramlar gələn dəfə keçəcəyik. Bu gün nə danışmışıqsa hamısı sistemdir. Əslində bunu belə də yadda saxlaya bilərsiniz. Müəllimin birinci dərsdə keçdikləri, ikinci dərsdə keçdikləri. Birinci dərsdə keçdiyim hamısı sistemdir. İkinci dərsdə keçdiyim hamısı tətbiqidir. Ona görə belə də yadda saxlamaq olar. Qarışdırmırıq ki, aləm birbirine dəyməsin. Utilitlər haqqında gəlin danışaq. Yəni birbaşa disklərə və fayla xidmət göstərir. Həqiqətən danışanda görəsiniz ki, bu disklərə və fayllara. Yox, sistemdir. Narahat olun, qarışdırmamışsınız. Gəlin baxaq. Birinci bizim belə deyək, utilitimiz disk defragmented. Bax, bundan əvvəl yenə də bizim həyatda bizə tanış olan bir misal çəkmişsə. Burada fragment sözü var. Bir kinonu verməzdən əvvəl o kinonun nəyini verirlər? Fragmentini. Ay, sağ olun. Qısa fraqmentini. Sizcə fragment daha böyükdür, yoxsa kinonun özü? Kino. Kinonun özü. Ay, sağ ol. Bir dənə Kino. sual verin. Sizcə fragment kinolara bölünər, yoxsa kino fragmentlərə bölünər? Kino fraqmentləri. Kino Bəli. fragmentləri bölünür. Aha, bəli. Bəli, ona görə də fragmentasiya sözü birbaşa dağıtmaq deməkdir. Yəni biri var kinonun bütöv özü, bir də var kinonu fragment izləyirsən. Bax görsənmi, hansı halda səpələnmədir? Fragmentasiya olanda. Bax elə fragment sözü də oradan gəlir, kinonun bir hissəsi. Kinodan bir fragment, bir hissə. Ona görə də diskdə informasiyanın, bax sizə iki şəkil göstərəcəm, məntiqlə fikirləşin. Şəkillərdən biri budur. 6 dənə informasiyanı belə yazılır. Yəni nöqtələr informasiyadır sanki və bir fayldır. Növbəti diskdə də 6 dənə informasiyanı belə yazılır. Sizcə burada birinci fragmentasiyaya oxşayır, yoxsa ikinci? Birinci. Birinci. Ay sağ ol. Niyə? Birinci. Dağınıqdır. Bəli, çünki dağınıqdır. Həqiqətən bir daha deyirəm. Fragmentasiya sözü hissə deməkdir. Fragmentasiya eləmək, yəni fragmentlərə bölmək əlindəki məlumatı necə gəldi parçalamaqdır, necə gəldi, hara gəldi atmaqdır. Amma onun əksinə, fragmenter sözünün əksi defragmenterdir. Defragmenter olanda vəziyyət belə olur, daha səliqəlidir. Sizcə fragmentasiya artarsa, yəni dağınıqlıq artarsa, diskə müraciət eləmək, yəni diskə müraciət sürəti artar yoxsa azalar? Azalar. Azalar. Azalır. Diskə müraciət sürəti bilirsiniz nədir? Elə bir ki, doğru deyil. Diskə müraciət sürəti disk bir qabdır, bir yeşikdir tutaq ki, belə düşünün. İnformasiya yığılması bir yeşikdir. Diskə müraciət sürəti əlinə atıb o yeşikdən informasiyanı götürməyə deyilir.
Sizcə bu informasiyalar dağınıq olsa mən onu test aparam, yoxsa bir yerdə olsa test aparam? Bir Bir yerdə yerdə olsa. olsun. Bir Bir yerdə yerdə olsun. Ay olmasın. sağ olun. Ona görə fraqmentasiya, yəni dağınıqlıq artanda sənin onların tapmağında bir növ ləngiyir. Yəni müraciət sürətin düşür aşağı. Amma bunları bir yerə yığanda onlara müraciət sürətin artır. Həyatda da belədir. Paltarların necə gəldi tulla, axtaranda qalarsan zülmət, tapa bilmirsən. Amma paltarını səliqəli yığanda hansını istəyirsən, elə baxan kimi görürsən ki, bəs falan paltarım budur. Bəli, fraqmentasiya artırsa, yəni dağınıqlıq artırsa, mənim bunları tapmağım aşağı düşür, yəni sürət azalır. Fraqmentasiya azalırsa, yəni səliqəlilik artırsa, mənim bunları tapmağım daha da sürətli baş verir, daha da tez baş verir. Belə, bir-birinin tərsidir. Biri artanda o biri azalmalıdır. İkinci gəlir diskdəki informasiyanın ehtiyac sürətini yaradan proqram backup. Bunu aranızda bir növ kompüteri format edən varsa və ya kompüterini heç format elətdirən varsa, bu sözü eşidə bilərik biz. Bax, günü sabah kompüteri götürün, aparın, hər hansı bir proqram yazılan yerə. Deyin ki, mənim kompüterimi format elə. Orada sizə veriləcək birinci sual bu olmalıdır. Buradakı informasiyaların, yəni burada olan məlumatların backup'ını götürəyim. Backup ehtiyac sürət deməkdir. Yəni əlimdəki informasiyanın ehtiyac sürəti. Bir növ elə bir ki, sənin əlində olandan geri nəsə qalsın deməkdir. Yəni backup bu deməkdir. Arxaya nəsə qalsın. Miras kimi də bir növ. Növbəti gəlir scan disk. Burada bir neçə üsulla bunu yadda saxlaya bilərsiniz. Məsələn, mən olsam elə bir dənə disk sözündən yadda saxlayaram. Niyə? Çünki burada öz deyir ki, yaddaş qurğularındakı səhvləri tapır. İkinci, skan eləməkdən yadda saxlaya bilərsiniz. Skan elə bir ki, məsəl üçün diskin üstünü belə oxuyur, mina axtaranlar var, onun kimi bir şeydir. O diski belə oxuyur, elə bir torpaq olsa mina axtarsın. Oradakı səhvləri, problemləri tapır. Hansını istəsəz yadda saxlaya bilərsiniz. Növbəti gəlir draft space. Diskin informasiya tutumunu artırır. Draft space. Yəni diski sıxaraq oradakı tutumu artırır. Bəzən adamın ağlına space deyəndə bu yuxarı gəlir. Yəni səma, boşluq. Orada da həddindən artıq böyük olduğuna görə adamın ağlında həcm kimi canlanır. Böyük bir həcmli bir yer. Yəni space sözündən tutum sözündə yadda saxlamaq olar. Disk clean up. Bu çox sadədir. Clean. İnformasiya, yəni lazımsız faylları təmizləyir. File manager. Fayl və qovla iş. Recover. Adı üstündə. Bərpa etmək. Belə restart sözünə oxşuyur. Information-dakı bu da ki adı üstündə. Məlumat sözü kimi yadda saxlayın. Son olaraq driver. Biz bu driveri hardware-də keçmişik. Yenə keçəcəyik inşallah. Driver nədir? Xarici qurğuların işini idarə edən proqram. Məsəl üçün, sual verə bilərsən, ay mənim bu necə işləyir? Və mən bu dəqiqə biraz bundan qabaq bəyanı dərsdə kompüterimi qoşmuşdum, yuxarıda, yəni divardan asılmış proyektor. Mən proyektorun HDMI portunu, bax, buradan gəlib, buradan belə tok gəlib. Bu toku kompüterə taxan kimi kompüterdən səs gəlir. O səs driverin səsidir. Yəni artıq driver deyir ki, bəli, mən tanıdım ki, bu proyektor. Bax, görürsünüz, xarici qurğunu kompüterə də tanıdan proqrama driver deyilir. Və nəhayət son olaraq bizim dərsimiz burada da bitir. Tətbiqi proqramlara qədər. Daha doğrusu, tətbiqi proqramlara qədər. Bir dənə qaldı arxiv proqramları. Yadınıza gəlirsə informasiyanın arxivləşdirilməsində keçmişdik. Biz faylı arxivləşdirəndə onun həcmi artır yoxsa azalır? Azalır. 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 Çox vaxt belə olur. İki məsələsi atanda deyir ki, bunu arxivə sal göndər. Niyə? Çünki daha az yer tutur. Bu arxiv proqramlarında qəribə adları var. Nə bilim, Win gördüm. Win özü elə sıxmaqdır. Win, zip, yenə görürsən arxiv sözü var. Arxiv sözü var. Yenə zip sözü var. Zip sözü var. Yuxarıda da win. Da hamısıdır. Bir də ki, bu üç hərfli qəribə sözlər hamısı arxiv fayllarıdır. Belə. Bunları testdə yazanda başa düşərsiniz, narahat olmayın. Dərsimiz tətbiqi proqramlara qədər. Yəni, video nə atacaqsa onlara baxsa kifayətdir.
İndi gəlib bir neçə testə baxaq. Görək nəsə öyrəndi, yoxsa elə bayaqdan yalandan danışır. Gələn dəfəki dərsimiz asan olacaq. Gələn dəfə yəqin sizlə indiyənə qədər keçdiklərimizə aid quiz işləyəcəyik. Birinci suala baxın. Çətindir. Bəli, mən dedim axı çətindir. Amma diqqətli olsa çətin deyil. Bir dəqiqə bunu yığışdıraq. Bir dəqiqə bir dəqiqə. Hə, sual 1. Statistiklərdir. Ay, sağ olun. Bəli, biz statistiklərdən danışmamışıq. Bəli, statistikdir. Yaxşı, bax, burada cavab statistikdir. Bunu heç bunu dedim. Yerdə qalan 4 dənə hamısı antivirusdur. İndi mən tərif deyirəm. Tapın görək bu hansının tərifidir. Mütəmadi olaraq əvvəlki vəziyyətlə indiki vəziyyəti müqayisə edir. Müfəttiş. Müfəttiş. Ay, sağ olun. Bəli, bir kəlmə söz kifayətdir. Müfəttiş. Ayalım. Sonra yenə tərif deyirəm. Bunu tapdıq, bu getdi. Virusları aşkarlayaraq onları zərərsizləşdirir. Vaksin. Vaksinlər. Yox, yaxşı fikirləşin. Zərərsizləşdirir. Həkim. Həkimdir, bəli. Dedik axı, həkim də elə bizim baş ağrımızı tapır, onu sağaldır. İmmunizatorlar, Vaksin. Vaksinlər. nəzarət edən, o da filtr. Filtrlər. Filtr. Ay, sağ olun. Filtrlər. Yox, bu qədər sadə. 8. Tapın. Biz iki şeydən danışmışıq cəmi. İkisindən biri buradadır. Xidmət. Müəllim tətbiqidir burada. Tətbiqi. Ay, sağ olun. Tətbiqi. Bəli. Və burada konkret istifadəçilərin, yəni insanlar üçün də yaza bilər. Konkret sözünü yaza bilər. Konkret məsələ həlli üçündür bu. Yəni, birbaşa bizə lazım. Tətbiqidir. 9. Deydi. Bu örtülər yaxşı iş görür, yoxsa pis iş görür? Yaxşı iş görür. Yaxşı. Onda Yaxşı. bizə yeni bir interfeys təqdim edir. Yəni yeni bir əlaqə təqdim edir. Bəs 10. Kimə lazım bu proqramdan? Deydi də istifadəçilərə konkret məsələlər. Kompüterə lazımdır. İstifadəçilərin. Kompüterə Yox, lazımdır. Bu Narahat. tətbiqidir. İstifadəçilərə. Yox, özü çaşdırmayın. Müəllim B'dir burada. Kompüterə lazımdır da sistem Dedik proqramı. axı, sistem proqramları, bayaqdan danışdığımız hər şey kompüterə lazımdır. Siz tətbiqi keçməyin, şu qal gələn dəfə. Bəli, hesablama sisteminin işini və informasiya yığmalını həyata keçirir. Sistemin, kompüterin işidir. 11. Bunu diqqətli olsaq o dəqiqə görəsiniz. Adı. A variantı. Ay, sağ ol. Örtük yəni bizə yol göstərir sanki. İşimizi asanlaşdırır. Sonra 20-ni indi dedin əslində, bunu tapmaq olar. Kompliyat. Driver burada. Bəli, driverdir, bəli, bu asan. Yəqin ki, 7-si olan sınağa gedəsiniz. Və yaxud qoşulasınız. Gedəcək müəllim. Mütləq iştirak edirsə, yaxşı suallar hazırlayın. Hardasa bir təzə başlamışsınız, amma bir 16-17 sual sizin bildiklərinizdir. Yəni, rahat yaza bilərsiniz. 18. 2'dir. 5'dir. Ay, sağ ol. 2-dir, 5-dir. Amma burada qəbulda da diqqətli olmaq lazımdır. Olmayanlar, hə, o birilər də onda 1, Bax, eyni şey qəbulda da başımıza gələ bilər. Təəssüf ki, orada çox vaxt fərqləndirmirlər. Özünüz altından xətt çəkin. 2-5 çıxırsınız, bəli, 1-3-4. Baxın, görüm nəsə qaldı bizdə. Buradan bu tərəfi ucu keçməmişik. Amma 35-i bilə bilərsiniz. əməliyyat sistemi. Tətbiqi. İnsana lazım. Kimin işimiz günləri oyun oynamaqdır. Tətbiq.
Tətbiqi. 29-un açar sözü var cavablarda. Servis xidmət idi də. Xidmət göstərir. Artıq, bəli. Xidmət göstərir, bəli. Servis, xidmət sözü hardadır? Heç mən görmürəm. A-da. Elə xidməti gördüm onu görən kimi. Hə, xidməti göstərir, bəsdir. Başa düşdünüz? Çətin deyil ki. Biraz əzbər lazımdır sadəcə. Siz bu Öhdəsindən suallara gəlməyəcək. o Biraz da dəqiqə məntiq cavab, lazımdır. bu suallara o dəqiqə cavab Diqqət verdinizsə, əmin olun bunu öyrənmişsiniz. Narahat olmayın. Biraz təkrar lazımdır, bəli. Müəllim, deməli, tətbiqi proqramlar bizə lazımdır. Sistem Aha. proqramları kompüterə lazım olanlardır, düzdür? Aynen. Tamam. Sınavın 7-sidir. Məncə çox da çətin gəlməz sizə. Yəni bunu biz heç nə elədik. Açar sözlərlə, nə bilim, məntiqi yanaşaraq. Hə, nə fikirləşirsiniz? Rahat müəllim, siz biləndən sonra. Necə? Testi necə eləyək? Test verərsiz evə? Yox, test yoxdur. Yox. Hələ keçsək sonra. Sabah Belə. dərs alacağam müəllim. Dərsi göndərəcəm. Neyiniz? Növbəti sizin döyüş tapşırığınız. Dərsi göndərəcəm. O dərsi öyrənmişsiniz, narahat olmayın. Yəni keçdiyim şeyi bilirsiniz. Sizə elə gəlir bilirsiniz. Testdə sizin nəsə bir təsəvvürünüz varsa, cavabı tapırsınızsa, deməli bilirsiniz. Dərsə baxarsınız. Yəni maksimum 40-50 dəqiqə, heç 50 dəqiqə çəkməyəcək bir dərsdir. Bu heç bunu qoydum qırağa. Sabahları saat ya 3 ya 4. Möhtəşəm şəkildə say sistemi dərsi olacaq. YouTube-da canlı. Hamı bir nəfər kimi qoşulur. Dərs yazılacaq, sonra qrupa atılacaq. Amma mən sizə əmin Müəllim, edirəm. o necə qoşulurlar? Hamı Canlı Əjdahalar qrupunda olmalıdır. Все, bu qədər sadə. Ümumi qrupda. Kim yoxsa qoşular. Ümumi qrupa. Bu bir. YouTube'da canlı açılır oradan. Bəli, YouTube-da canlı açılır. Sadəcə linkin üzərinə vurub girirsiniz. Yəni telefonunuzda YouTube var da hamının. Bəli, oradan elə canlı Saat neçədə olacaq? Saat ya 3 ya 4. Mən sizə səhər xəbər verəcəm onu, səhər neçədə olması. Çünki mənim də bazar günü işim olur. Belə. Mən yenidən göndərərəm linki qrupa, narahat olmayın. İndi gedin dincəlin. İnşallah sabahları hamı qoşulsun ki, biz yenə də bu geridə qalan dərslərimizi təkrarlayaq. Dekabr ayının sonuna qədər böyük ehtimal sizin keçdiyiniz yerə qədər keçib bitirəndən sonra dekabr ayında, yanvar ayında yenə də təkrar olacaq. 3 dəfə, nə bilim, bacardığımız qədər mövzuları keçəcəyik ki, biz sentyabrda başlayanlardan heç bir əskiyimiz qalmasın. Başa düşdünüz? Belə. Tamamdır müəllim. İnşallah Oldu müəllim, çox sabahları görüşərik. Hər şey yaxşı olacaq. Heç bir halda ümidsizliyə qapılmaq olmaz. oldu. Vaxtı deyəcəm mən sizə. Sağ olun müəllim, gecəniz xeyir. Sağ olun. Allah'a emanet. Sağ ol mənim. Sağ olun. Sağ olun, mən gecəniz. Sağ olun müəllim.